Bugünkü mövzumuz rəqəmsal sistemlərin fərqindən mikroprosesorlar mövzusudur. Bildiyimiz kimi mikroprosesorlar kompüterin və rəqəmsal sistemin beyni rolunu oynayır. Yəni, kompüter daxilində gedən bütün hesab, məntiq və idarəetmə əməliyyatları mikroprosesorlar tərəfindən həyata keçirilir. Mikroprosesorun əsas funksiyaları yaddaşdan göstərişlər almaq, bu məlumatları deşifrə etmək və onları yerinə yetirməkdir. Bu qurğular kompüterlərdə, smartfonlarda, quraşdırılmış sistemlərdə, paltarlayan maşınlarda, robotlarda və hətta avtomobillərdə də istifadə olunur. Mikroprosesorların tarixinə nəzər saldığımız zaman ilk olaraq bilirik ki, ilk hesablama maşınımız ENIAC-dır. ENIAC sadəcə hesab məntiq əməliyyatlarını apara bildiyinə görə, sadə riyazi əməliyyatlar apara bildiyinə görə mikroprosesorun belə deyək, əcdadı sayılır. Daha sonra tranzistorların tətbiqi ilə vakuum, yəni tranzistorlar tətbiq olundu və CPU-lar çox ayrı komponentlərdən, bir çox ayrı komponentlərdən quruldu. Bir də miniatürləşmə dövrü oldu. Artıq mikroprosesorların yaranmasına gedən yolda mühüm mərhələ oldu bu yol. Mikroprosesorların ilk mikroprosesorlar 1971-ci ildə Intel 4004 yaradıb və dünyada ilk kommersiya məqsədi ilə yaradılan mikroprosesor olubdu və bunun nəticəsində də 1974-cü ildə ilk fərdi kompüter yaradılıbdı. Texniki xüsusiyyətlərinə baxdığımız zaman Intel 4004 kalkulyatorlarda yalnız istifadə olunurdu və 4 bitlik bir mikroprosesor idi. Dövrünə görə çox güclü olan bu tip saniyədə 60 min əməliyyatı yerinə yetirə bilirdi. Yəni, ilk yaranan bu tip gələcək mikroprosesorların əsasını qoymuşdur. Daha sonra 8 bitlik inqilab dediyimiz Intel 8008 mikroprosesoru yaradılmışdır. Erkən fərdi kompüterlərdə istifadə olunan bu mikroprosesor ev kompüterləri erasının başlanğıcını qoymuşdur. Daha sonra isə mikroprosesor sahəsində bir çox firmalarda istehsala başlamışdır. Motorola və Zilog bu dövrdə geniş istifadə olunan mikroprosesorlara aiddir. 1980-ci illərdən 16 bitlik və 32 bitlik bir dövr başlamışdır. 16 bitlik mikroprosesorun yaranması ilə fərdi kompüterlərin yaranmasının əsası qoyulmuşdur. Yəni, ilk IBM PC-lərdə istifadə olunurdu bu mikroprosesorlar və IBM firması fərdi kompüterlərin kütləvi istehsalına başlamışdır 81-ci ildə. Bu prosesorlarda güc və sürət əhəmiyyətli dərəcədə artmışdır. Xüsusilə 32 bitlik arxitekturalar bir çox işləri görməkdə bizə köməkçilik edirdi. Daha sonra isə dediyimiz kimi Motorola firmasının da yaratdığı mikroprosesorlar Macintosh fərdi kompüterlərində istifadə edilirdi. 1990 və 2000-ci illərdə artıq Pentium'dur və AMD-də yeni nəsil mikroprosesorların istehsalına başlamışdır və get-gedə rəqabət artdıqca sürət və səmərəlilik də daha çox artmışdır. Texnoloji innovasiyalara baxsaq, bu dövrdə prosesor texnologiyasında bir çox yenilik təşviq edildi və tranzistorların sayı artmışdır, çiplərin ölçüsü isə kiçilmişdir. Hal-hazırda çox nüvəli prosesorlar, 2 nüvəli, 4 nüvəli və daha çox nüvəli prosesorlar geniş şəkildə yayılmışdır. Paralel hesablama imkanları təqdim edir. Paralel hesablama dedikdə məlumatların eyni anda qəbul olunub, eyni anda işlənib, eyni anda çıxışa ötürülməsi nəzərdə tutulur və bu da sürətli hesablama verir bizim üçün. Artıq mobil prosesorlar, çünki fərdi kompüterlərdən əlavə artıq smartfonlar və planşetlər geniş şəkildə yayıldığı üçün smartfonlarda, planşetlərdə ARM əsaslı mikroprosesorlar meydana çıxdı və hal-hazırda Apple Silicon və Snapdragon kimi mobil hesablama üçün qabaqcıl mikroprosesorlar yüksək performans və enerji səmərəliliyi təmin edir.
Mikroprosesorların inkişafının əsasında Mur qanunu dayanır. Mur qanununa görə mikroprosesordakı tranzistorların sayı hər 2 ildən bir, yəni 18-24 ay arasında 2 dəfə artmalıdır. İlk dəfə Intel 4004-də cəmi 2300 tranzistor mövcud idi. Artıq müasir dövrdə milyardlarla tranzistor mikroprosesorların üzərində yerləşir. Mur qanunu mikroprosesor texnologiyasının inkişafını proqnozlaşdıran əsas prinsiplərdən biridir. Bu qanun integral sxemlərdəki tranzistorların sayının artımını təsvir edir və texnologiyanın sürətli inkişafını analiz edir. Mikroprosesorların bitlik arxitekturasının təsnifatını vermişdik. Dediyimiz kimi 4 bitlik mikroprosesorlar sadəcə kalkulyatorlarda istifadə oluna bilirdi və ən sadə emal gücünə malik idi. Amma bugünkü gündə 32 və 64 bitlik mikroprosesorlar geniş yaddaş və yüksək performanslı serverlərdə istifadə edilə bilir. Mikroprosesorların növlərinə nəzər saldıqda mikroprosesorlar adətən 2 növə ayrılırlar. Universal mikroprosesorlar və ixtisaslaşdırılmış mikroprosesorlar. Universal mikroprosesorların əsas xüsusiyyətləri nələrdir? Proqramla idarə oluna bilirlər. Yəni mikroprosesor proqram təminatına əsasən işləyir və dəyişkən funksiyaları həyata keçirə bilirlər. Bu onların müxtəlif tətbiqlərdə istifadəsini mümkün edir. Daha sonra çox funksionallıqdır. Eyni mikroprosesorlarla müxtəlif əməliyyatları, hesablama, məntiqi qərar, məntiqi ötürmə və s. kimi əməliyyatları yerinə yetirmək mövcuddur. Yüksək hesablama gücü vardır. Xüsusilə yeni nəsil mikroprosesorların yüksək tak tezliyi vardır və hesablama gücü sürətlidir və daxili keş yaddaşı vardır ki, icra zamanı sürətli giriş üçün tez-tez istifadə olunan məlumatları saxlayır və lazım olan məlumatlara müraciəti sürətləndirdiyinə görə də daxili keş yaddaş informasiya mübadiləsini sürətləndirir. İxtisaslaşdırılmış prosesorlara adətən 3 növə ayırırıq. Bir, qrafik mikroprosesorlar, GPU-lar, paralel hesablama və qrafik emal üçün nəzərdə tutulublar. Rəqəmsal siqnal prosesorları, rəqəmsal siqnalları emal etmək üçün dizayn edilmişdir və süni intellekt akselatorları, maşın öyrənməsi və neyron şəbəkələr üçün hazırlanmışdılar. İxtisaslaşdırılmış mikroprosesorlar xüsusi funksiyalar üçün layihələndirilmişdir və müəyyən tapşırıqları daha səmərəli yerinə yetirmək üçün əmrlər dəstinə malikdirlər. Yəni spesifik və minimal bir əmrlər dəstinə malikdirlər. Alı və xüsusi bloklar ehtiyaca uyğun olaraq dəyişdirilə bilir. Qrafik mikroprosesor ilk əvvəl yarandığı zaman paralel hesablama üçün yaradılmışdır, ixtisaslaşdırılmışdır. Onun məqsədi qrafik məlumatları, şəkil, video, 3D məlumatları sürətli emal etmək olsa da, müasir kompüterlərdə GPU-lar süni intellekt, deep learning, elmi simulyasiya, kriptografiya və elmi kompüterləşmə kimi sahələrdə də əsas hesablama mühərrikinə çevrilmişdir. CPU və GPU müqayisə edildiyi zaman nüvələri CPU 16 və 4 və yaxud da 16 nüvəli ola bilir. GPU isə çox nüvəyə malik olan bir mikroprosesordur. Hesablama modeli CPU serialdır, GPU isə paraleldir. Paralel hesablama eləməsi məsələləri daha sürətli həll etməyinə gətirib çıxarır və belə deyə bilərik ki, saat tezliyi yüksəkdir. Rəqəm siqnal prosesorları rəqəmsal siqnalların emalı üçün xüsusi optimallaşdırılmış mikroprosesor növüdür. DSP-lər real vaxtda çox mürəkkəb riyazi əməliyyatları sürətli şəkildə icra etmək üçün nəzərdə tutulub hazırlanıb. Daxilində hansı hissələr mövcuddur? İlk olaraq MAC vardır, Multiply Accumulate vahidi. Demək olar ki, DSP-lərin ürəyi kimi qəbul olunur, yəni işləməsi üçün lazım olan və bir çox ağır əməliyyatları yerinə yetirmək üçün lazım olan əsas vahididir. Daha sonra ALO-dur, yəni Arithmetic Logic Unit, hesab məntiq bloku, toplama, çıxma, vurma, bölmə, müqayisə əməliyyatlarını aparmaq üçün nəzərdə tutulur. Barrel shifter vardır ki, bu xüsusi modul məlumatı bir dövrdə çox bitlik shift etməyə imkan verir. Special Address Generators vardır ki, bunlar isə ünvanlama zamanı bizə
asanlıq yaradır və multiport memori vardır. Bir neçə yaddaş portu tiplə eyni anda bir neçə oxuma yazma əməliyyatı aparmağa imkan verir. Həmin modelləri görürük burada. Süni intellekt akseleratorları isə süni intellekt, maşın öyrənməsi və xüsusi dərin öyrənmə üçün lazım olan böyük matris və tensor əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulubdur. Əsas məqsədləri neyron şəbəkələrinin təlimini sürətləndirmək, inferens vaxtını azaltmaq, enerji sərfiyyatını azaltmaq, CPU və GPU-nun yükünü optimallaşdırmaqdan ibarətdir. Arxitekturalarına nəzər saldıqda isə KIX və RISC arxitekturasına malik iki arxitekturanı görə bilərik. KIX arxitekturası zəngin əmrlər toplusuna malikdir. Yəni, bir çox mürəkkəb əməliyyatı bir neçə dövrə yerinə yetirə bilən geniş və kompleks əmrlər toplusuna malikdir. Hər bir əməliyyat yaddaşdan oxuma, yazma, hesablama kimi bir neçə funksiyanı birləşdirə bilir. Çoxsaylı addımlı əməliyyatlara malikdir. Yaddaşdan birbaşa istifadə edir. Yaddaşdan birbaşa istifadə etməsi əmrlərin daha az yaddaş tələb etməsini dəstəkləyir və bu da kompüterin yaddaş resurslarından səmərəli istifadə etməyə kömək edir. Yəni, bu arxitektura ənənəvi mikroprosesor arxitekturalarından biridir və geniş əmrlər toplusuna malikdir. Daha sonra RISC arxitekturası nədir? RISC arxitekturası da hər bir əmr bir saat impulsunda icra olunur və KIX-dən fərqi odur ki, məhdud sayda vahid uzunluqlu əmrlərə malikdir. Yəni, kompleks deyil də sadə əmrlər dəstinə malikdir. Yaddaş əməliyyatlarını yalnız xüsusi əmrlərlə işləyə bilir. Çox sayda registrləri mövcuddur ki, bu nəticədə yaddaş müraciətlərini azalda bilirik və minimal mikrokodlaşdırmada əmrlər birbaşa aparat səviyyəsində icra olunur. Gördüyünüz KIX və RISC arxitekturasının sxemləridir. Mikroprosesorun daxilində hansı komponentlər vardır? Birinci ALU-dur. ALU hesabları və məntiqi əməliyyatları yerinə yetirən bir məntiqi blokdur. Hesablama motoru hesab olunur və riyazi məntiqi əməliyyatlarını icra edir. Daha sonra kontrol unit var, idarə etmə bloku, əmr axınını idarə edir, təlimatları deşifrə edir və prosesorun digər hissələrinə siqnal göndərə bilir və mikroprosesorun beyni hesab olunur. Registrlər və bas sistemi isə registrlər müvəqqəti məlumatı saxlamaq üçün istifadə olunur və belə deyə bilərik ki, ALU-nun tərkibində əsas olan akkumulyator registr və B registr hesab məntiq əməliyyatlarının aparmasını daha çox sürətləndirir. Bas sistemi isə şin sistemidir. Şin sisteminə görə bizim əsas kompüterdə istifadə elədiyimiz ünvanlar şini, verilənlər şini və idarə etmə şinidir və ünvanlar şini bir istiqamətli, idarə etmə və məlumat şini isə iki istiqamətli işləyən şinlərə aiddir. Əmr anlayışı necə olur? Yəni, mikroprosesor hesablama əməliyyatlarını necə yerinə yetirir? Kompüter yalnız əmrlər vasitəsilə işləyə bilir. Əmr prosesora nə etməli olduğunu deyən bir göstərişdir və iki hissədən ibarətdir. Op kodlardan və operantlardan. Op kod operation kod deməkdir, yəni operandın nə edəcəyini göstərir. Operand isə əməliyyatın üzərində aparılacağı verilənlər və ya onların ünvanıdır. Məsələn, add R1, R2 dediyimiz zaman R1 və R2 registrlərindəki dəyərləri toplamalı olduğumuzu bizə göstərir. Əmr silki adətən 3 hissədən ibarətdir. Fetch, decode və execute. Əmr kodunda ilk əvvəl fetch, yəni əmrin alınmasıdır. PC ünvanı üzrə əmri yaddaşdan götürür və daha sonra isə decodedur, yəni əmrin açılmasıdır. Opcode və operantları analiz edir, əməliyyatın növünü müəyyənləşdirir. Daha sonra execute, yəni əmrin icrası, yaddaşı əməliyyatı yerinə yetirdikdən sonra nəticəni yaddaşa və yaxud da ki registrə yazır. Yaddaşa və registrə yazma arasındakı fərq odur ki, əgər əməliyyat davam eləyəcəksə, yaddaşda yox da registrdə qalmalıdır. Əgər tamamilə əmr bitibsə, yaddaşa verilməlidir.
Müasir dövrdə çox prosesorlu sistemlər mövcuddur. Artıq çox prosesorlu sistemlər bir və ya bir neçə paylaşılan resurs üzərində işləyən bir neçə mərkəzi prosesordan ibarət olur. Bu resurslar adətən aşağıdakılardan ibarət olur: yaddaşdır, giriş-çıxış qurğularıdır və əməliyyat sistemləridir. Çox prosesorlu sistemlərin əsas məqsədi prosesorların iç yükünü paylaşdıraraq paralel işləməni təmin etməkdir. Bu sistemin ümumi hesablama gücünü artırır və mürəkkəb problemlərin həllini sürətləndirir. Burada iki çox prosesorlu sistemdən danışacağıq. Birinci simmetrik çox prosesorluqdur. Simmetrik çox prosesorluq gördüyünüz kimi bütün prosesorlar eyni əməliyyat sistemi ilə işləyirlər, eyni yaddaşa malikdirlər, yəni bircə paylaşılan yaddaşa vardır və prosesorlar bir-birindən fərqlənmədən bərabər şəkildə iş görürlər. Digər bir növümüz isə paylanmış yaddaşlı sistemlərdir, yəni numalardır. Numaları sistemi fərqli bir yanaşma təklif edir. Hər prosesor öz əməliyyat sisteminə və lokal yaddaşına malikdir. Lokal yaddaşa malik olmaqla əlavə digər mikroprosesorların yaddaşlarına da çıxış əldə edə bilirlər. Yaddaşın çıxışı qeyri-bərabərdir, lokal yaddaş daha sürətlidir, uzaq yaddaş isə daha yavaşdır. Numanın xüsusiyyətlərinə baxdığımız zaman prosesorlar bir-birlərindən müstəqil olaraq işləyə bilirlər. Yaddaşın lokal olması performansı artırır. Uzaq yaddaşa çıxış olduqda isə ləngimələr, yəni gecikmələr baş verə bilər. Paralel hesablama anlayışı nədir? Paralel hesablama eyni zamanda bir neçə hesablama əməliyyatının aparılması deməkdir. Bunun əsas məqsədi nədir? Hesablama vaxtını azaltmaq, böyük həcmli məlumatların emalını sürətləndirmək və sistem performansını aparmaqdan ibarətdir. Burada da iki səviyyədə baş verir: daxili paralellik və əlavə paralellik. Daxili paralellikdə bir prosesor daxilində əmrlərin eyni anda icrası baş verir. Əlavə paralellikdə isə müxtəlif əməliyyatların bir neçə prosesor tərəfindən eyni anda icrası göstərilir. Gördüyümüz serial hesablama və paralel hesablamanın diaqramlarıdır. Bu şəkildə. Sonda isə vektor prosesorlardan danışmaq istəyirik. Vektor prosesorlar SIMD tipli arxitekturaya malikdir. Onların xüsusiyyətləri nələrdir? Eyni əməliyyat bir neçə verilən üzərində ardıcıl və yaxud da paralel icra oluna bilir. Vektor registrləri böyük verilən massivlərini saxlaya bilir. Hesablama intensivliyi yüksək olan elmi və mühəndislik tətbiqlərində istifadə olunur. Vektor əməliyyatları toplama, çıxma, vurma, bölmə və s. kimi böyük verilən massivlərinə eyni anda tətbiq olunur. Bu da performansı xeyli artırır.